Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz, güzel kardeşlerimiz, hanımlarımız, əmilərimiz, dayılarımız, bibilərimiz, kilbələrimiz, Qaraçoğanmı. Deməli, Balakən şəhərinin ən gözəl kəndlərinin biri olan Tağlar kəndində yolun çox yaxınlığında bağçaya, mağazinə və yəni mühüm tikililərə yaxın bir ərazidə qəşəng 17 sot torpaq sahəmiz var. Deməli, bütün sənədlər tam qaydasındadır. İnşallah mən nə edəcəm? Bismillah deyib çəkilişə başlayacağım. Bismillah. Deməli, torpaq sahəmizə yol buradan gəlir. Qarşıda gördüyünüz asfalt yoldur. Maşın, marşrut, nə lazımdırsa hamısı oradan keçir. Karaca benzinlə işləyən hər bir texnika bu yoldan keçir. Gördüyünüz kimi təxmini 50-60 metr məsafədə 17 sot torpağımız 4 tərəfdə limon kolu ilə hasar alınıbdır. Gördüyünüz kimi girişində belə bir qapısı da var. İçərisində 35 dənə fındıq ağacı var. Buranı aldın, oldun milyoner. Normal vəziyyətdə. Baxın, belə göstərim inşallah. İçərinə göstərəcəm. 17 sotdur, nə az nə çox. 10 sotu həyət yanı sahədir. 7 sotda təsərrüfat üçündür. Hər ikisində qupçası mövcuddur. Yəni bu torpaq sahəsinin qarşısından qaz, su, işıq, internet, nüvə, hər şey keçir bunun qarşısından. Baxın, belə göstərim. Özü ən əsası nədir buranın qəşəng perspektivi nədir bunun, değerli izləyicilərimiz? Yol tərəfə uzun olması. Yəni uzunlaması yol tərəfə düşür. Baxın belə. O başa qədər. Yəni buranı aldın, 50-60 evi yan yana tikib, yok. Satırsan, qazanırsan, dolanırsan. Və yaxud da ki, yeznələriniz boldursa, 4-5 tane yeznə varsa, o yeznələrə pay edirsiniz. Belə göstərim. Baxın, çox qəşəng. Fındıq da bu il əlhamdülillah boldur. Allah'a həmd olsun. Belə o tərəflərə göstərim. Burada, bax, buradan girdik. Deməli, belə göstərirəm inşallah. Qəşəng bağda bir daha demək istəyirəm ki, 17 sotlu torpağımız, 10 sotu həyət yanıdır, 7 sotu təsərrüfat üçündür. Hər ikisində əlbəttə ki, qupçası, sənədləri mövcuddur. Baxın, arxası bura qədərdir. Uzunlaması da gördüyünüz kimi o başdan, baxın belə göstərim, o başdan bu tərəfə qədərdir. Yəni, ideal olmağı bundadır ki, asfalt yola düşür. Deməli, qiymət də ki, bazar qiymətindən qat-qat aşağı veriləcək. Deməli, 17 sot torpağımız cəmi 14.500-ə təklif olunur. Baxın, 17 sot torpaq cəmi 14.500 manata təklif olur. Təbii ki, qiymətlər azlıq olsa, qəşəng bu bağda 40-50 dənə saman var, 10-15 kilo mürəbbə, 70-80 dənə konfet. Qardaşınız nə edəcək? Çay içə-içə qiymətdə endirim eləyəcək Allahın izni ilə. Deməli, baxın, xahiş edirəm, bir daha demək istəyirəm ki, bizim əlaqə nömrəmiz, bu dəqiqə səhifəmizə girin, səhifəmizdə altda qeyd olunubdur. 7-24 saat WhatsApp'ımız aktivdir. Yaza bilərsiniz, zəng eləyə bilərsiniz, ünvanı dəqiq bölgənmək istəyən gəlib evindən götürürəm, bağı göstərib gələ evindən salıram. Hər tərəfli xidmətdir bizdə. Allah muazzam mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah.